kəlamı oxuduqca onun hər bir Tanrı tərəfindən yazılan, göndərilən bu kitab hər birimizin həyatında icra olunmalıdır. Yəni Tanrı onu canlı sözünü bizim üçün yazıb. İstənilən Azərbaycan ailəsi kimi bizim də ailəmizdə Allahın adı ancaq müəyyən tədbirlərdə, müəyyən məqamlarda çəkilib. Atam xüsusi qayğı ilə mənə yanaşırdı və bu məhəbbət, bu sevgi və bu qayğı məni xüsusi ata-evlad bağlılığına gətirib çıxartmışdı. Və 25 yaşında mən həyat elə gətirdi ki, atamı itirməli oldum. Atamın yas mərasimi ərəfəsində bir yatıb yuxu gördüm və yuxuda belə bir şey gördüm ki, mən ibadət yerindəyəm, halbuki həyatımda heç vaxt ibadət etməmişdim və bu ibadət ərəfəsində göylər açılır və göydən böyük bir işıq kütləsi elə bil zühur edir yerə, amma heç bir şəxsi görmürdüm və mən əllərim yuxarı, dizlərim yerdə, əllərim yuxarı dua etdiyim anda kimsə məni arxadan çağırır. Və üzümü çevirib bu kimliyini mən istədim bilim. Sadəcə bir şəxs durmuşdur, çox gözəl simalı, nurlu və ancaq gülümsəyirdi mənə. Gözümün önündə, o qədər canlı gözümün qabağındadır ki bu. Gözümün önündə yenə də olduğum yerin, məkanın göy açıldı və yuxarıdan hansısa bir qüvvə həmin bu şəxsi yuxarı çağırdı və onun arxası yuxarı, üzü mənə yenə həmin o sima ilə məndən uzaqlaşdı və göy bağlandı. Bir qohumumla bunu bölüşdüm. O məni dinləyən kimi mənə dedi sus və bir daha bunu heç kimə danışma. Bu günahdır. Və bir qohumumuz yenə də bizə qonaq gəldi. Mənə dedi ki, bir disk gətirmişəm. Yaxşı olar ki, sən o diskdə bir filmə baxasan, izləyəsən. Sadəcə sakit tərzdə mən o kinonu axıracan izlədim. Həmin anda o kino, film orada kadrlar gedirdi. Belə bir kadr gördüm ki, deməli bir şəxs gəlir, onun ayaq izlərini göstərirlər və o bu suya tərəf gəlir. Və mən yerimdə dondum və donduğum anda bir qışqırtı gəldi məndən. Mən bu şəxsi tanıyıram. Kimdir bu? Kimdir bu? Həmin o rüyadakı düşündüyüm suallar, verdiyim suallar dərhal yadıma düşdü. Dedim, mən bu insanı tanıyıram. Bu kimdirsə, mənə bunun haqqında danışın. Və həmin anda mənim qohumum belə bir söz dedi. O, İsa Məsihdir. Dedim, İsa kimdir? İsa Məsih kimdir? Dedi ki, o Tanrının oğludur. Və izləyəndən sonra düşündürdü məni. Və mən bu suallarla öz qohumuma müraciət etdim. Məni daha yaxından tanış etginən onunla. Nə üçün? Məhz o. Mən həmin qohumumla məsihçilərin yığışdığı bir toplantıya getdim və orada müqəddəs kəlam, İncil bağışlanıldı orada və bu İncillə mən demək olar ki, dostlaşdım. Və biz fevral ayından toplantılara qoşulduq və noyabr ayında artıq mənim evladım dünyaya gəldi. Sadəcə uşaqla bütün məşğuliyyətim uşaq idi, 2 evlad evdə, ev işləri və toplantılardan uzaqlaşdım. Günlərin bir günündə səhər tezdən otaqda uşaq tək idi, yataqda və mən otaqdan çıxanda elə bir az otaqdan kənarlaşmışdım ki, kimsə mənə dedi ki, qayıt otağa və mən otağa qayıtdım, bir addım, bir saniyədə geciksəydim, artıq uşaq üzü üstə yerdə idi və mən onu yerdən belə, demək olar ki, havadan tutdum və tutdum, qaldırdım, gördüm uşağın başı getdi. Gözləri çevrildi. Qucağıma aldım, qışqırdım ki, İbrahim öldü və mən qapıdan çıxdım və biz bina evində yaşadığımıza görə liftin qabağına çatdım və gördüm artıq onun dili getdi boğazına. Onun buz soyduğunu hiss etdim, duydum və liftin qarşısında körpəni mən dərhal yuxarı qaldırdım və yuxarı qaldıranda İçimdə özümdən asılı olmayaraq, ani olaraq mən 1 il öncə getdiyim toplantıda belə bir söz xatirimə düşdü.
İsa Məsih ölüləri dirildəndir və İsa Məsihin ölü dirildəndir sözünü mən həyatımda tətbiq etdim həmin anda. Belə ki, mən uşağı qaldırdım göyə, dedim İsa, əgər sən varsansa və sən dirisənsə, elə bu dəqiqə, bu anda bu uşağı mənə qaytar və o uşaq sənin yolunda, sənin xidmətində böyüdəcəyəm və sənin kəlamınla, sənin tərbiyənlə böyüdəcəyəm və mən və mənim ailəm sənə xidmət edəcək. Və 15 dəqiqənin ərzində biz xəstəxanaya çatana qədər artıq uşağın nəfəsinin və belə insan səsi artıq ondan mən duyduğuma görə mən sevindim. Və uşaq həyata qayıtdı və bu ərəfədə biz xəstəxanaya çatanda təbii ona ilkin yardım olundu, tibbi yardım olundu. Bilavasitə həkimin bu uşağın nə qədər kritik vəziyyətdə olduğunu o bizə anlatdı və mən həmin anda Tanrıya şükür elədim ki, biz vaxtında, zamanında uşağı çatdıra bildik xəstəxanaya. Sadəcə mənim fikrimdə, düşüncələrimdə bir şey var idi. Rəbbi həyatımda yaşadım. Mən eşitdiyim, tanımadığım, eşitdiyim sadəcə, yuxumda gördüyümü və televizor kadrlarında gördüyüm o şəxsi həyatımda yaşamağa başladım. Onun həqiqətən diri olduğunu duydum. İsa Məsihin Tanrının olduğunu qəlbimdə, ürəyimdə, düşüncəmdə təsdiqlədim və mən inandım ki, həqiqətən onu çağıranda o gəlir. Rəbbə verdiyim vədi həyata keçirtmək üçün mən ikəlli Rəbdən yapışmağa başladım. Təbii, övladlarımı müqəddəs kitabla böyütdüm. Hər axşam onlar üçün kəlam oxumağa başladım, dua etməyə başladım. Sadəcə ailədə biz 4 nəfərdən ibarət olduğumuza görə biz üçümüz bu toplantılara qatılırdıq. Yoldaşım amma düzdür, bizə səs çəkmirdi, heç bir söz demirdi, maneçilik öyrətmirdi, amma bizimlə qoşulub həmin toplantıları da iştirak etmirdi. Və bir günləri bizim ailəmizə böyük bir iblis tərəfindən hücum oldu. Belə ki, bir yoldaş bizim ailəmizi və bizim ailəmizlə bərabər mənim qardaşlarımı küllü miqdarda pul ilə aldatdı. Böyük miqdarda, küllü miqdarda pullar götürdü həmin o insan. Sadəcə bizim evimizi, bizim yaşadığımız evi və bizim əlimizdə olan bütün pulları o bizdən aldı. Yoldaşımın qurduğu biznesi daha böyütmək üçün, daha onu genişləndirmək üçün və büdcəni artırmaq üçün belə bir yalanlardan istifadə etdi bu insan. Və biz də aldanıb, ailəmiz tərəfindən imzaladıq, evimizi girov qoyduq onlar üçün, o insan üçün. Sonda isə o insan bütün bu pulları əldə edəndən sonra bizə onun əvəzində nə mal, yəni nə heç bir əvəzində heç nə ödəmədən bütün pullar bizim üzərimizə qaldı. Banklərə borclar, 105.000 manat nağdı pul getdi və bunların faizləri üstünə gəlirdi. 300.000 manat pulu edirdi. Amma bizim təbii bunu verməyə bizim nə pulumuz var idi, nə işimiz var idi. Bizi hər dəfə telefon zəngləri ilə, hər dəfə evimizə gələn insanlar hədələyirdilər, qorxuzurdular bizi. Günlərin bir günündə çox evimizdə gərgin bir vəziyyət idi. Xırda ev işləri ilə məşğul olduğum anda tək idim. Və birdən mənim ürəyimə belə bir səs gəldi və belə bir söz deyildi. Qızım, sən narahat olma Ginan, bu ev satın alındı. Bu ev artıq mənim evimdir. Və həmin anda kəlam mənim stolumun üstündə idi və kəlamda ayələrlə rastlaşdım. Ey ruhu əzilmişlər, ey yükü ağır olanlar, yanıma gəlin. Və həqiqətən mən kəlamın bu ayələrini oxuyanda təsdiqini tapdım və mən artıq bildim ki, bu iş bitdi. Artıq 3 aydan sonra, sentyabr ayında mənim yoldaşımın Rəbbin göndərdiyi bir şəxs vasitəsilə, tamlığı ilə biznesi bağlandı və ona yeni iş təklif olundu. O böyük bir proyektdə qol çəkdi və o proyektdən noyabr ayında artıq bizim evimizin bütün pulları ödənildi
Biz tamlığı ilə o borclardan qurtulduq, azad olduq və bu möcüzə mənim yoldaşımı, mənim yoldaşımın qardaşını, mənim qaynanamı, mənim anamı, digər qardaşımı imana gətirdi. Əgər sizin ailənizdə, yaxınınızda, ətrafınızda xəstə olan varsa, şəfasını tapa bilmirsinizsə, borcu olan varsa, çıxış yolu tapa bilmədiyiniz çətinlikdəsinizsə, sizi eşidən, sizi sevən və sizə hər an kömək etməyə hazır olan bir şəxs var. O da İsa Məsihdir. Sadəcə olaraq onun sizə bir sözü var. Ey yükü ağır olanlar, yanıma gəlin.